27-ci suala baxırıq. Deyir ki, Paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var. Fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırmış və pedaqoji prosesin hansı tələbini reallaşdırmış olur. Baxın, şagird təqdimat aparır və təqdimatın sonunda belə bir fikri səsləndirir ki, hər kəsin idmanla məşğul olmaq haqqı var. Burada bizim əsas diqqət eləməli olduğumuz məqam hər kəsin ifadəsi, bir də sonda olan haqqı var ifadəsidir. Əgər hər kəsin idmanla, necə ki, hər bir şəxsin təhsil almaq hüququ var, haqqı var. Bu nə ilə bağlıdır? İnsan hüquqlarına hörmət, demokratiya ilə bağlı olduğu kimi, həmçinin hər kəsin idmanla məşğul olmaq haqqı var, hüququ varsa, deməli bu demokratiya məhz insan hüquqlarına hörmətdən burada söhbət gedir. Və sonda bu haqqı var, hüququ var, bu kimi ifadələr gördükdə bilin ki, bu insan hüquqlarına bağlı olan bir ifadədir. Və əvvəldə dedim ki, diqqət eləməli məqamımız hansı idi? Hər kəsin idmanla, necə ki, hər bir kəsin təhsil almaq hüququ olduğu kimi, baxın, biz inklüzivlikdə nə demişdik? Demişdik ki, hər bir şagird üçün, o cümlədən sağlamlıq imkanı məhdud olan şagirdlər üçün də təhsilin əlçatan olması fikrini söyləmişdik. Eynilə hər bir kəsin idmanla məşğul olmaq fikri də məhz inklüzivliklə bağlıdır. Yəni sağlamlıq məhdudiyyəti deməli sağlamlıq imkanı məhdud olan şəxslərin də idmanla məşğul olmaq haqqı var. Yəni şagird bunu səsləndirmək istəyir, bunu demək istəyir, bunu ifadə eləmək istəyir. Ona görə də bizim doğru fikrimiz elə A variantında demokratiya və insan hüquqlarına hörmət, inklüzivlik.